Azərbaycan Respublikasında aparılan məhkəmə hüquq islahatlarının bir parçası olan Mediasiya İnstitutunun tətbiqi qanun qəbul olunduğu dövrdən bu yana təkmilləşməkdədir. İndiyədək Respublika üzrə fəaliyyətə başlamış bir çox mediasiya təşkilatı məhkəmədən əvvəl mediasiya işlərini təşkil etməkdədir. 2021-ci il iyulun 1-dən ailə, əmək, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak icbari xarakter daşıyırdı. Mediasiya nədir? Mediasiya mübahisələrin məhkəmədən kənar həlli üsuludur. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər. Mediasiyanın məqsəd və prinsipləri nədir? Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Məlum olduğu kimi artıq İsmailli bir saylı mediasiya təşkilatında peşəkar mediasiya xidməti fəaliyyət göstərir. Belə ki, İsmailli bir saylı mediasiya təşkilatının mediatorlarına müraciət etməklə mediasiya təcrübəsinə uyğun olaraq mübahisə tərəflərinin aralarındakı münaqişənin səviyyəsinin azaldılması və barışıq imkanlarının əldə edə bilərsiniz. Hazırda İsmailli bir saylı mediasiya təşkilatında fəaliyyət göstərən Hüryanov Mehdi Fərhadoğlu, Əhmədova Kəmalə Fəzail qızı və Xəlilov Yaqub Xəliloğlu Ədliyyə Akademiyasında mediatorların ilkin hazırlıq kursunu müvəffəqiyyətlə keçirərək sertifikat almış peşəkar mediatorlar fəaliyyətə başlamışlar. Mediasiya aşağıdakılar üzrə tətbiq edilir. Mülki işlər və kommersiya mübahisələri, xarici elementli mübahisələr də daxil olmaqla, ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn münasibətlər, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə. Hörmətli izləyicilər, gördüyünüz bu mediasiya təşkilatı da həmən qeyd etdiyimiz Heydər Əliyev prospektində yerləşən bir saylı mediasiya təşkilatının filialıdır və İsmailli rayonu Mirzə Fətəli Axundov 57 ünvanda yerləşir və burada sizə demək xidməti hüquqşünas mediator Yaqub Xəlilov keçəcək. Burada yuxarıda qeyd edilən məsələlərlə bağlı, mübahisələrlə bağlı qeyd olunan ünvanda, yəni Mirzə Fətəli Axundov 57 ünvanda yerləşən mediasiya qurumuna müraciət edə bilərsiniz. Biz daha qeyd edirik ki, həmən bu mediasiya qurumu deməli İsmailli rayonunda fəaliyyət göstərən bir saylı mediasiya təşkilatının filialı kimi fəaliyyət göstərir. Ən müxtəlif istər ailə münasibətlərindən irəli gələn, istər əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə sizə burada qeyd olunan ünvanda, eləcə də bir saylı mediasiya təşkilatında kömək edə bilərlər. Ona görə də əgər hər hansı bir müraciətiniz olsa, qeyd olunan ünvanlara müraciət edə bilərsiniz. Eləcə də 57 Axundov ünvanında yerləşən mediasiya filialına Yaqub Xəlilova müraciət edə bilərsiniz.